Keçebilirsiniz. Pəncərəni aç. Necədir vəziyyət? Keçə bilmirsə? O onun üstünə yönəldir. O deyir Azərsu baxır, bu deyir icra baxır, bu deyir biz baxmırıq filan qurum baxır. Da bizi bezdiriblər. Deyirlər gənclər bizim gələcəyimizdir. Gənclərə qoyduqları hörmətə bax. Məktəbin qabağına uşaq məktəbə girəmir suyun içindən, palçığın içindən. Bura Binə qəsəbəsində Samir Şükürov küçəsidir. Şəhidin adını daşıyır bu küçə. Vətəndaşlar deyir ki, kanalizasiya sistemi burada olmadığına görə hər yağış yağdıqdan dərhal sonra bax bu mənzərə yaranır. Avtomobili istəyirəm göstərsin operatorum. Baxın. Avtomobil zorla keçir. Deyirlər qanunsuz tikibsiz. Qanunsuz tikildiyinə görə də biz sizə baxmırıq. Mən də dedim qanunsuz tikmişik. Məktəb niyə tikilib? Bağça niyə tikilib? Qanunsuz siz icazə verirsiniz, biz tikmişik də. Bax su idarəsində də neçə dəfə deyilib, deyir qanunsuzdur, biz ora motoru verə bilmərik. Kimin icazəsi olmadan burada kimsə daşımıza qoya bilər? Təbii ki, icazə olmadan mümkün deyil. Küçənin girişindən axırına qədər bu küçədə 20 dənə şəhid var. Bir 40-a yaxında qazi var. Şəhidin bu da abidəsi burada. Amma su yoxdur. Krant var, şəkili var. Krantın şəkili var, su yoxdur içməyə. Bu nədir? Bax 70 ton su yığışır. Maşın keçəndə hamısı dolur evlərə. Bu nədir? Bu niyə çəkib o kanala döymək nə çətindir? İcra hakimləri də şikayət elədi. İcrası oldu. Qalxdım ayağa sözümü dedim. Hə düzələcək, narahat olma. Hanı? Zaman keyif gələm, qadın uşaq yıxılır suyun içinə. Mənim ailəm uşağım qaldı, mebelimiz hamısı qaldı suyun altında. Hələ də kirayədəyəm. Kimə zəng eləmişəm, heç kim gəlib baxmır. Mənim evim düşüb yararsız vəziyyətdə. Bu evə gedirəm, baxmağa gedirəm ki, görüm oğruq yoxdur ki. Polun üstünə kimi su çıxıbdı. Bir dənə qurum gəlib maraqlanmır. Gəlsinlər buranı uçursunlar, dağılsınlar hamını. Maşallah bu dəqiqə girdi ora, az qaldı papresi içinsın, o şüşələri içinsın. Belə pis vəziyyətdədir, hamısı göz qabağındadır. Buna bir tədbir görmək lazımdır da. Nə gedə bilirəm, nə gələ bilirəm. Bulaqda su ev apara bilmirəm. Bir yaman qalmaqal oldu, yolda 3 kanal oldu. Baxmadılar heç kimsə. Bu yaxsızlıq deyil, belə olmaz, belə getməz, bu haçana kim belə olar? Uzunboğaz çəkməmiz yoxdur deyə keçə bilmirik. Baxın, mənzərəyə baxın. Tam bir biabırçılıq, həqiqətən. Orada yaşayanlar bu yana qonşunun qapısından gedib çıxırlar. Mərkəzləşdirilmiş kanalizasiya sistemi yoxdur da burada. Yoxdur, nənə qurban olsunsa. Biz kanalizasiya görməmişik. Dəfələrlə mən xahiş eləmişəm, qonşularımız xahiş edib ki, bizə inşallah bir dənə dildaşla bir dənə xətt lazımdır ki, bu yağış su, quru sular axıb getsin. Məsələn, indi hələ bir dənə xoşluğa var, bu sular gedib. İndi 60%, 70% evlərimizin altı yağış sular, qurun sulardır. Yola dolur, yollara. Buradan uşaqlar məktəbə gedəmir, nətər deyirlər, baxsiya gedəmir. Bu işlənən yoldur. Opşiqlabın yol var, orada işlənmir. Baxın, buradakı bu mənzərə ilə bağlı iri şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musoğlu ilə əlaqə saxlamağa çalışdım. Ancaq təəssüflər olsun ki, Ceyhun bəy telefonlarımızı açmadı.